Vətəndaşlar üçün təhlükəli vəziyyət yaranıb. Belə ki, Sumqayıt şəhərinin İsmət Qayıbov küçəsində piyada 8-in üzəri məhz transformator tərəfindən zəbt olunub. Onu da qeyd edim ki, bu yolun üzərində 2 nömrəli tam orta məktəb var və digər uşaq bağçası var. Nəzərə alsaq ki, məhz belə bir ünvanda piyada 8-in üzərinin zəbt olunması təbii ki, təhlükəli hesab edilir. Ən dəhşətlisi bilirsiniz nədir? Çünki piyada 8-nin sol tərəfində, məndən sol tərəfdə olan isə sürətli avtomobil yoludur. Vətəndaşlar da məcbur qalıb, yəni piyada 8-in üzəri zəbt olunduğu üçün avtomobil yoluna çıxırlar. Bu da onların həyatı bahasına başa gələ bilər. Vətəndaş piyada 8-in üzərinə gələrkən burada bir transformatoru gördü və çıxdı avtomobil yoluna. Bəli, bu da fakt. Həyatını təhlükəyə ataraq gəldi bura. Halbuki piyada 8-in üzərindən getməlidir. Çox təəssüf ki, vətəndaşlar buna məcbur qalıb, piyada 8-ini tərk edib avtomobil yoluna çıxırlar. Sakinlərin sözlərinə görə piyada 8-nin bir hissəsinin üzərində quraşdırılan transformator insanların sərbəst hərəkətinə mane yaradır. Problem uzun müddətdir davam edir və məsələ ilə bağlı dəfələrlə Azərişıq Açıq Səhmdar Cəmiyyətinə müraciət edilib. Qurum tərəfindən problemin həll olunacağı ilə bağlı vədlər verilsə də, indiyədək hər hansı bir konkret addım atılmayıb. Ərazidə yaşayan vətəndaşlar bildirirlər ki, küçədə avtomobil hərəkəti intensiv olduğundan piyadaların yol hərəkət hissəsinə çıxması qəza riskini daha da artırır. Xüsusilə axşam saatlarında vəziyyət daha da təhlükəli olur. Problem budur ki, bunu buradan götürmək lazımdır. Piyada 8-dir. Buradan gəlib düşürük, istər-istəməz maşın yoluna. Öz həyatımızı təhlükəyə ataq. İndi burada kimsə də gətirib bura transformator qoyub piyada 8-ni zəbt edir. Problem budur ki, bunu buradan götürmək. Piyada 8-in üzərində transformator var imiş. Evet. Bunu buradan götürsünlər. Əvvəl harda olub ki? Hə? Əvvəl harda olub? Əvvəl harda olub? Onlar yaxşı bilərlər. Çünki yəqin ki, burada olubdur. Buradan zəbt eləyən də bura çıxartdırıb qoyub bura. Bir dəfə də məktəb uşağın maşının altından mən çıxartmışam burada. Az qal vurmuşdum. Piyada 8-in üzəri keçilməz olduğuna görə düşüb. Bəli, məcburən düşürsən də bura. Bunun üstündən tullanıb keçmək olmaz axı. Məcburən düşürsən bura. Deyirəm, baş mühəndisə deyir, işimiz çox deyir, amma sən işin onsu da budur da. Sən il ərzində ancaq işıqla məşğulsan da. Sən indi cansız transformatoru kabelə görə canlı insanlar burada ölüb getməlidir. Sakinlər aidiyyəti qurumlardan məsələni təcili şəkildə nəzarətə götürməyi, transformatorun yerinin dəyişdirilməsini və piyadaların təhlükəsinin hərəkəti üçün şərait yaradılmasını tələb edirlər. Azərişıq Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, həmin yerə baxış keçirilib və bir həftə ərzində onun başqa əraziyə köçürülməsi ilə bağlı tədbirlər görüləcək. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.